Madridistalar, nəhayət ki gözlədiyimiz xəbər gəldi. Carlo Ancelotti bu yay artıq Real Madridin baş məşqçisi olmayacaq. O, La Liga yekunlaşandan sonra tutduğu postu tərk edəcək. Klublar arası dünya çempionatında Real Madridi Santiago Solari idarə edəcək. Bu şəxs bizə yad deyil. O daha əvvəl bir müddət baş məşqçi funksiyasını icra edib və əslində heç də pis nəticələr göstərmirdi. Ən azı komandada normal bir ab-hava yaratmağa nail olmuşdu. Klublar arası dünya çempionatı başa çatdıqdan sonra isə Real'ın yeni baş məşqçisi Xabi Alonso olacaq. Artıq bununla bağlı son, belə deyək, razılaşmalar gedir və Xabi Alonso Real Madridin yeni baş məşqçisi təyin olunacaq. Bu xəbərə sevinən hər kəsi təbrik edirəm. Özüm də daxil. Şəxsən çox sevindim ki, Carlo Ancelotti nəhayət ki bu klubdan gedir. Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Əminəm ki, siz Real Madridin azarkeşisiniz. Şəxsən Carlo Ancelottiyə yəqin ki fanatlıq eləmirsiniz və mən düşünürəm ki, əgər biz bu kluba, bu komandaya, Real Madridə, bu emblemə hörmət ediriksə, onu seviriksə, ona azarkeşlik ediriksə, bizim üçün heç bir önəmi olmamalıdır. Komandanın sükanı arxasında kim dayanır? Ancelotti, Mourinho, Alonso, Klopp, Nagelsmann və s. Bizə nəticə, gözəl oyun lazımdır və əgər bu nəticəni, bu baxımlı oyunu, Real Madridin adına layiq oyunu Xabi Alonso bizə gətirə bilsə, aşılaya bilsə, mən buna çox sevinəcəm. Ümid edirəm ki, qısa zamanda rəsmi xəbər açıqlanacaq və Alonso Real Madridin yeni baş məşqçisi təyin olunacaq. O ki qaldı Ancelottiyə. Ancelotti bu yaydan etibarən Braziliya millisinin baş məşqçisi olacaq. Onun əsas vəzifəsi gələn il 2026-cı ildə keçiriləcək dünya çempionatında sambaçların uğurlu çıxışını təmin etməkdir. Nəzərə almaq lazımdır ki, Braziliya seçmə komandası sonuncu dəfə 2002-ci ildə Cənubi Koreya və Yaponiyada təşkil olunan dünya çempionatında qızıl medallar qazanıb və artıq bu uzun illərdir davam edən, gələn il 24 il tamam olacaq. İllərdir davam edən mundiallardakı uğursuz nəticələrdən Braziliya Futbol Konfederasiyası təngə gəlib və təbii ki, Braziliyalılar özləri də beziblər. Bunun üçün onlar Ancelottini dəvət edərək vəziyyəti düzəltməyə çalışacaqlar. Papa Carlo'ya bütün zəfərlərə, titullara, nailiyyətlərə görə təşəkkür edir. Ona gələcək karyerasında uğurlar arzu edirik və inanırıq ki, yeni təyinat, yəni Xabinin Real Madrid'e qayıdışı klubumuzun əfsanələrindən biridir bu şəxs. Onun Real'a qayıdışı Real üçün düşərli olacaq. Ala Madrid.